134-cü tapşırığa baxırıq. Burada nədir? Düzgün variantı seçirik. Biz də baxırıq nəyə? Nə istəyirlər bizdən? Mən belə başa düşürəm ki, feillərin düzgün istifadəsi və biz bilirik ki, ruslarda feillər bывают, qlaqol bывают совершенного вида, несовершенного вида. Hər iki viddə ola bilir. Elə feillər ola bilir ki, 3 zamanda istifadə oluna bilir. Keçmişdə, indiki, gələcəkdə. Elə feillər olur yalnız keçmişdə və gələcəkdə istifadə oluna bilir. Nəysə bir dəfə eləyib mənasını verir. Gəlin baxaq 134-cü tapşırığa. Deməli, ты еще долго будешь переводить статью. Deyir, sən hələ çox məqaləni tərcümə eləyəcəksən, yəni uzun bir zaman eləyəcəksən. Burada dolqa olduğuna görə bu zaten bizə zaman verir, bir şeyin davam eləməyini bildirir və burada budешь sözü olduğuna görə olacaq. Ты еще долго будешь переводить статью. Variant ikincidə cavaba baxırıq. Xeyr, mən onu artıq etmişəm və yəni tərcümə etmişəm və bitib bu proses. Нет, я уже перевел ее. Deməli, necə olur? Ты еще долго будешь переводить статью. G variantına baxırıq. Düzgün cavab odur. Нет, я уже перевел ее. Xeyr, mən artıq onu tərcümə etdim. Yəni, birinci cümlədə bizə göstərirlər ki, bu proses davam edir. Davam etdiyinə görə də biz qlaqol совершенного вида qoya bilmərik. Çünki qlaqol совершенного вида ya keçmişdə, ya gələcəkdə və tamamlanmış bir şeyi ifadə edir. Ona görə qlaqol несовершенного вида, bu da olur переводить. Digər artıq etdim, уже, yəni bu proses bitdi. Ona görə də olur ki, нет, я уже перевел ее. Çünki kişi cinsidir, qadın cinsi olsaydı olardı ki, я уже перевела ее.